psixiatr Günel. Günel Soylu, o sənin adamın idim o. Hə, psixiatr Günel Soylu. Mənə onun haqqında məlumat yazın görüm o. Valikin haqqında məlumat yazın görüm. Psixiatram deyirsən, psixiatr. Sən özün nətər psixiatrsan, sən özün psiksən. Sən özün ictimai içində özünü aparamırsan. Hə də sən mənim şeyimin başısan. Sənin nəslin də mənim şeyimin başıdır. Günel soylusan, boylusan, boysuzsan, nə bilim, soysuzsan. Get oturma Doğanla, qancığın balası qancıq. Bir dənə bir psixiatrla danışmışıq o vaxtda. Cəmaatın dərisini soydu. Ha, bilirsiniz niyə? Klient qəbul edə bilmir. Artıq klientləri kəsilirdi. Bu soylu da, soysuz da daha doğrusu. Soysuz da. Çağırdım ki millətə dedim ki, ay millət, o adam sizi gətirir, cavan qızların hamısını satırır. Zəif nöqtələrini didizdirir, deyir yuxarı. Kameraya çəkib görüntünüzü verir. Görür ki, klient gəlmir, hep yazdı, cavadın bu boyda da hadisələr olur, dəlilərin, psiklərin sayı çoxalır. Amma bunun klienti yoxdur. Nasıl başı xarab gedər, hə o ya? Sən özün də yazdın, psixiatram, həkiməm, cəmaatı psixoloji belə mi müalicə eləyirsən sən? Sən cəmaatın aborot dəli eləyirsən bu ağlınla. Birinci səni çaldıracağam. Soysuz, səni də ailəni də çaldırıb oynadacağım səni.